Salam hörmətli izləyicilərimiz, xoş gördük sizləri. Masazır qəsəbəsində qəşəng bir dənə villamızda sizin qarşınızdayıq. Masazır qəsəbəsində yerləşir. Əla, hündür, havalı, gözəl bir məkanda, ərazidə yerləşir. Marşrut xəttinin 150 metr arası var. 3,5 sot torpaq sahəsindən çox sahədə inşa olunmuş. Bax, qəşəng belə bir 2 mərtəbə şəxsi tikili özünə istifadəsi üçün tikdiyi 6 otaq və böyük bir zirzəmi hissəsi ilə bir yerdə. Evin üzündə görürsünüz, yan tərəflər hər bir tərəf mozaika qabantik daşla üzlənilibdir. Həyəti bu cür, həyətinə 7-8 maşın daxil olur. Əsas odur, evin kutsarısı, çıxarışı var, ipoteka şərtlərinə, bank şərtlərinə uyğundur. Kimin ipotekası hazırsa buyurub müraciət edə bilər. Evimizin qiyməti 170 min manatdan satışa çıxıb. Əvvəlki qiymət 200 min manat olub. İndi isə hal-hazırda 170 min azeyinə düşüb və real müştərilərə endirim mütləq olunacaq. Düzdür, həyət biraz baxımsız qalıb. Göy hissələr, ağac güləşmək üçün hissələr var və biraz baxımsızdır. Ev sahibi burada yaşamadığından baxımsız qalıb. Həyəti bax bu cür. Burada 1 tonluq su çəni və əlavə olaraq yeraltı beton 10 tonluq ehtiyat su çəni var. Həyət darvazası, 6 otaq, super təmir və əsas odur ki, evin kupçası var və döşəməsi parket, 1-ci sot parket. Buradan da 3 mərtəbədir demək olar ki, buradan kombi otağı, texniki otaq kimi, arxada isə burada böyük 2 metr yarım hündürlüyündə boş zirzəmi betonlanmış, sıvaq örtüyü örtülmüş, qəşəng yerdir. Əlavə ev kimi də istifadə eləmək olar. 2 yarımdan hündürdür. Hündürlüyü, hörmətli izləyicilərimiz, evimizin yüz görünüşü super formada. Evimizdə kombi sistemi var. Radiatorlar qoyulubdur. Evdə az müddət yaşayış olub. Bax, bu da evin teras hissəsidir. Bu cür görkəmli vəziyyətdə. Qapımız bahalı qapı, möhkəm qapı. Evin içine daxil olduq. Bax, görürsünüz, evimizin döşəməsi 1-ci növ parketdir. 1-ci, 2-ci və 3-cü mərtəbə hamısı beton monolit. Ev 4 tərəfdən kolonlar üzərində inşa olunub. Evimiz sadəcə boşdur. Aksesuar və kombi radiatorlar yerindədir. Bahalı radiatorlarımız da var. Giriş hissəmiz fıstıq ağacından əldə olmuş pilləkan, monolit betona birləşmiş pilləkan. 36 kvadrat salon hissəmiz, qəşəng, super. Görürsünüz, tavanda gizli işıqlar üçün alçıban figurlar, spot lampalar qoyulubdur. TV-dən üçün yer bax, bu cür ayrılıbdır. 3 ədəd böyük öz həyətinə baxan pəncərə. Royal markalı bax. Radiatorlarımız işlək vəziyyətdə. Pəncərə altı belə mərmərdən əldə olunubdur, inşa olunub, təmin olunubdur. Parketin gözəlliyini görürsünüz, qəşəng laklı vəziyyətdə, super vəziyyətdə şilfovkada olunub. Sadəcə evimiz baxımsız qalıb. Mətbəx hissəmiz 18 kvadrat, bura mətbəx sahəsinin yeri və bura isə oturma salonu, yemək yemə salonu. Burada kiçik də olsa televizyon yaradılıb ki, evdə televizor, istirahət vaxtlarında televizora baxmaq olsun. Evin proyektləri də buradadır, çerkojları da buradadır, hörmətli izləyicilərimiz. Bax, hazır vəziyyətdə, qəşəng bax, bu cür formada. Öz həyəti, pəncərələrimizin belə, çünki deyim sizə, çox keyfiyyətli pəncərədir. Adətən karisli qəhvəyi pəncərələrdə çöl, qəhvəyi iç qar olur, amma bunda isə iç və çöl eyni rəngdədir. Pakben markalı pəncərədir. Qaz sayğacı, işıq, su sayğacı hər bir şey var. Texniki şərtləri var. Deməli, 1-ci mərtəbədə salon, mətbəx, sanitar qovşaq və 1 ədəd 14 kvadratlıq yataq otağı var. Aboylarımız da ideal vəziyyətdədir. Heç bir pozuntu halı yoxdur. Qəşəng formada. Əvvəlki qiymətimiz 200 min manat olub, indi isə 170 min manata düşüb. Bax, burada görürsünüz, sanitar qoşağa giriş hissəmiz. Döşəmə isitmə, bahalı asma tavan və bahalı moydadırımız. Görürsünüz.
döşəmədən isitmə. Bura isə hamam otağı ilə sanitar qovşaq hissəsidir. Böyükdür. Demək olar ki, hamamımız 10 kvadratdır. Burada unitaz və duş sistemi qoyulub, asma tavan, bahalı, quruducuya qədər qoyulubdur. Döşəməsi isitmə, bahalı QBZ formalı unitazımız. İndi isə ikinci mərtəbəyə qalxır. Burada da pilləkən altı görürsünüz, boş yerlərimiz var. Artıq əşyalar yığmaq üçün kifayət qədər genişdir. İkinci mərtəbəyə qalxırıq. Döşəmə, pilləkənin döşəməsi, fıstıq ağacı, mozaikalı, bax bu cür. İkinci mərtəbədə 4 yataq otağımız, bir sanitar qovşaq və bir balkon yerləşir. Böyük yola malikdir. Balkon teras formasındadır. Bura bir otağımız 14 kvadrat, görürsünüz, super vəziyyətdə. Bu sanitar qovşaq hissəmiz 6 kvadrat, 2-nin 3-ə. Görürsünüz, burada da bütün aksesuarlarımız var, döşəməsi isitməli. 16 kvadrat bir yataq otağımız. Görürsünüz, taxtın başında geçən alçıpan fuqur və gizli işıqlarla bir yerdə. Kondisioner üçün yer, televizor, anten xətti üçün yer ayrılıb. 14 kvadratlıq evimizin 4-cü, 2-ci mərtəbənin 3-cü yataq otağı. Qəşəng, super. Doğrudan da gözəl evdir, hörmətli seyircilər. 170 min manata düşüb. Çox gözəl bir yerdədir. Yaxınlığında məktəbdə var. Və 33 kvadratlıq böyük salon, yataq otağımız. Demək olar ki, belə adətən belə böyük yataq otaqlar gec-gec hallarda qarşımıza rast gəlir. Öz həyətinə baxır, hörmətli izləyicilərimiz. Görürsünüz, 33 kvadrat yataq otağının sahəsi. Alçıpan figurlar və gizli işıqlarla bir yerdə. Super, 170 min manata, hətta real müştərilərə endirim də olunacaq mütləq. Balkon hissəmiz 16 kvadratdır. Hörmətli izləyicilərimiz, söz sizdə. Evin birinci qiyməti 200 min AZN olub. İndi isə təcili satıldığı üçün 170 min AZN-dən satışa çıxıb. Real müştərilərə mütləq endirim olunacaq. Çıxarışı kupçası hazır vəziyyətdədir. İpoteka şərtlərinə uyğundur. Kim evi bəyənmək istəsə, videomuzu diqqətlə izləsin və kimin nə sualı varsa buyurub zəng edə bilər. Bu evi əldən qaçırtmayaq, hörmətli izləyicilərimiz. Diqqətinizə və izlədiyiniz üçün təşəkkür ederim.